Ev tərtibatı və təmizlik bu dəfə növbə divanındır. Divanın təmizliyi üçün şirkət çağırdım. Amma bu qədər peşəkarcasına işlərini yerinə yetirəcəyini bilmirdim. Bundan əlavə isə düşünürdüm ki, divanı təmiz saxlayıram, divanında heç bir çirk olmaz. Sonda gördüyüm nəticə isə həqiqətən məni təəccübləndirdi. Əvvəlcə divanın hər tərəfi peşəkarcasına dərmanlanır. Daha sonra xüsusi buxar aparatı işə keçir. Düşünürdüm ki, divan təmizliyində xüsusi aparatlar və xüsusi təmizlik vasitələri işini görür. Amma əməkdaşların peşəkarlığı da danılmazdı. Bir sözlə, təmiz bildiyim divanım əslində təmiz deyilmiş. Düşünürəm ki, ildə 2 dəfə şirkət tərəfindən divan təmizliyi olsa, evimiz təmiz, ürəyimiz rahat olar.